Hans Spemann 1869-cu ildə Almaniyada naşir ailəsində doğulmuşdu. Heidelberg Universitetində tibb təhsili alsa da, o həkim işləməkdənsə embriologiya ilə məşğul olmağa qərar verir. Həmin dövrdə hələ də elm aləmində cinsiyət hüceyrələrinin daxilində balaca ölçüdə rüşeym olduğunu ehtimal edən preformist düşüncəsi mövcud idi. Spemann tritonun mayalanmış yumurta hüceyrəsini uşaq saçından hazırladığı ilgəklə bölərək bölünmüş hüceyrədən tam embrionun inkişaf etdiyini sübut etdi. Bununla belə bölünmənin istiqamətinin də əhəmiyyəti var idi. Spemannın aspirantı Hilde Mangold embrion hüceyrələrinin bir qismini başqa bir embriona köçürdərək inkişafını izləyirdi. Bu haqda 1923-cü ildə müdafiə etdiyi dissertasiyasında o sübut edirdi ki, rüşeymin hüceyrələri qonşusundakı hüceyrələrin ixtisaslaşmasına və formalaşmasına təsir edir. Hilde Mangold 1924-cü ildə 26 yaşı olarkən evində qaz partlaması səbəbindən öldüyündən Nobel mükafatını onun elmi rəhbəri olan Hans Spemann almışdır. Spemann Nobel çıxışının sonunda Hitler salam vermişdi. Beləliklə 1935-ci ildə fiziologiya və tibb sahəsində Nobel mükafatını embrional inkişafda təşkilatçı effektini kəşfinə görə Hans Spemann almışdı.